Təsəvvür eləyin ki, əllərinizin hərəkətləri arasında bir həmrəylik yoxdur. Məsələn, sağ əlimlə köynəyimi düymələməyə çalışıram, amma sol əlim köynəyimi çıxartmağa çalışır. Və yaxud da sağ əlim götürür məni yəni bu misalda sol əlim götürür məni boğmağa çalışır və yaxud da hər hansı bir başqa hərəkət. Tipdə belə bir sindrom var. Bu sindromun adı Alien Hand sindromu və yaxud da yad əl sindromu adlanır. Bu zaman bu nevroloji bir prosesdir, xəstəlikdir. Bu zaman əllər arasında rabitə qopur. Yəni, hərə öz müstəqilliyini elan eləyir, heç kimdən ortaq bir iş görmür. Məhz bu durum insan bədənində nadir hallarda da olsa ortaya çıxır. Səbəbi isə beyində baş verən patologiyadır. Belə ki, beynimizi 2 dənə yarımkürədən ibarət bir şey kimi düşünsək ki, elədir. Bu beynin 2 yarımkürəsi arasında da təbii ki,